Salam, gözəl balalar, beşincilər, valideynlər və dəyərli izləyicilər. Hamınızı salamlayıram. Başlayırıq. Bugün sizə köməyim olacaq səhifə 61-dən 9 nömrəli bir dənə misaldır. 10, 11 isə 2 dənə məsələdir. 9 nömrəli misalımıza baxaq. Nə deyilir burada? Diqqətlə baxsaq görürük ki, 9 nömrəli misallar, uşaqlar. Burada boş xanalar var. Ona görə də yuxarıda yazılıb ki, boş xanalara uyğun ədədləri tapın, ya da yerinə yazın. Biz də belə işimiz bu olacaq bugün. 9 nömrəli misalda. İndi mən bunları burada izah eləmirəm. Dəftərə yazmışam mən burada. Kağızda qeyd eləmişəm. Baxaq. Səhifə 61-də. Deməli, 3 tamdan, bax, bura boş idi. Bu kvadrat boş idi. 3 tamdan 1 tam çıxıblar 2 tam. Kəsr hissəsi isə yoxdur, verilməyib. Yəni 4-də 2-dən, elə bax bu 4-də 2 yazmışam ki bura. 4-də 2-dən 4-də 2-ni çıxıblar, heç nə qalmayıb. Elə 2 tam. Bura baxaq. 5 tam 6-da neçədən 1 tam 6-da 5 çıxaq ki 5 olsun bu da. Bunu artıq mən sizə bunun tapmaq qaydası var. Onu öyrədəcəyəm uşaqlar. Diqqətlə baxsanız, birinci ədəd bizə verilməyib. Birinci ədəd, birinci çıxma əməlidir. Azalan verilməyib. Fərz eləyək ki, burada biz bilmirik 4-dür, 3-dür, neçədir bilmirik. Ona görə də mən bütövlükdə bunu verilməyən kimi qəbul edirəm ki, heç nə verilməyib. Yəni tənlikdə də belə olurdu. X çıxılsın hər hansı bir 7 bərabərdir 3. Yəni ki, başdakı verilməyib. Çıxma əməlində başdakı və yaxud da biz bunun adını azalan deyirəm. Siz qoy belə qalsın yazın. Əvvəldə olan, başda olan verilməyib. Yəni azalan verilməyib. Digər ikisi verilib. Bu da verilib, bu da verilib. Çıxma əməlində bu tənliyi həll eləmək üçün fərqin üzərinə çıxılanı gəlirik. Çıxma əməlidir. Məchul başdadır. X başda olur. Azalan məchuldur. Onda fərqlə çıxılanı toplayırıq. Bu verilməyib. Bunu tapmaq üçün fərqlə çıxılanı toplayacağım ki, bunu tapam. Buranı ümumiyyətlə bütöv tapam, yazam bura. 5 tam 6-da 5 olacaqmı biz tapsaq görək. 3 tam 6-da 5. 3 tam 6-da 5. Üstə gəlinsin. Başda olanda bir daha təkrar edirəm. Çıxma əməlində çıxmalı tənlikdir bu. Tənlik formasında qəbul eləyək. Məchul başdadırsa, fərqlə çıxılanı toplayıram. 3 tam 6-da 5 üstə gəl. 1 tam 6-da 5. Bu da bərabər eləyər. 4 tam 3 üstə 1 4 tam 6-da 5'in də üstə 5, 10. Bəli, davam eləyirəm. Ondan da, onu da böləndə 6-ya və yaxud onun da içərisində bir dənə 6 var. O 6'dan da 1 tama çevirib 6'nı 6'ya bölürəm. 1 tam. Gəlirəm bunu 4'ün üstə. Olur 5 tam. Məxrəc dəyişilmir 6. 6'nı götürəndən sonra 6'ya bölmək üçün burada 4 qaldı. 6'da 4. Sən demə burada ixtisar eləyərəm, davamı ola bilər 2'yə bölüb. Amma bizim şərtimizdə deyilir ki, cavabı məxrəci burada məchul olan kəsirin məxrəci 6 olduğundan mən də burada 6 saxlayıram. Elə bunu ixtisar eləmirəm. Ona görə də mən cavabı bura qırmızına yazacağam. 6'da 4. 4'ü tapdım. Buna baxaq uşaqlar, bu tənliyə baxaq. Bunu elədik. Birincini rahat oldu, ikincini bu qaydada, üçüncüdə məchul ortadadır. Yenə çıxmalı tənlikləri yada salıram. 10 çıxılsın x bərabərdir 2. 10'dan neçəni çıxsaq 2 eləyər 8'i. Bu 8'dir. Və 8'i necə taparıq? Bundan bunu çıxarıq. Bizim də məchulumuz ortadadır uşaqlar. Bax, budur məchul. Budur məchul. Ortanı tapmaq üçün
Məchul çıxma əməlində deməli iki cür tapılır tənliqlər. Bir öz əməli ilə, yəni çıxma ilə, bir də üstə gəlmə ilə. Üstə gəlmə ilə məchul başda olanda tapdıq. Məchul ortada olanda öz əməli çıxma olur. Yəni 3 tamdan çıxırıq 1 tam 5-də 3-ü. 5-də 3-ü. Bu da bərabər eləyər. İndi 3 tamı da elə yazaq ki, məxrəci 5 olsun. Yəni, neçəni 5-ə bölsək 3 eləyər? 15-i. 15 böl 5, 3 yazdım. Niyə görə 15 böl 3 yazmadım? 5 yazdım. Ona görə ki, məxrəc bizdə 5 idi. Mən də 5 yazmalıydım. Çıxılsın. Bu düzgün olmayan kəsir formasındadır. Bunu da mən düzgün olmayan kəsir formasında yazıram. 5-də 8. 1 vur 5, üstə gəl 3, 8. Bərabərdir, eləyər 5-də 7. 15-dən 8 çıxsam 7 olar. Deməli, qaldı burada bu 7-nin içərisindən də 1 tam düzgün olmayan kəsir aldıq. Düzgün olmayan kəsir də 1-dən böyükdür. Ona görə də 1 tam 5-də 2. Görəsə düz tapdığımı 1 tam 5-də 2. Əsas tənliqdir burada. Tənliqləri bilməlisiniz. Qoy mən buraya elə göylə yazım ki, bilinsin ki, bu göylə tapıldı, gəldi bura. Göy rənglə. Göylə deyəndə havana yox. Bəs burada necə? Yenə də məchul başdadır. Başda olanda deyirik ki, çıxma əməlidir. Məchul başdadır. Azalan məchuldur. Onda bunlar ikisini toplayıb gəlirik başa. 2 tam 3-də 2. Göynən izahımız göynəndir. 2 tam 3-də 2. Siz asan yol fikirləşərsiniz ki, bunu qoy, görəsən bundan bunu necə çıxın, bundan bunu çıxın, buradan nə hansı tamı götürüm, bunda səhv eləyərsiniz. Ən asandır, bax bu yoldur uşaqlar. Dəqiq, dürüst tapmaq yolu, bax bu yoldur. Yadınızdan çıxmayın. Bəlkə başqa sizə yol öyrədə biləndə siz öz bu yolu öyrənin. Bu yolu təklif eləyin. Dostlarınıza da, kimsə desək, yox, mən başqa yoldan tapmışam. Sizin dürüst bildiyiniz yol, hansı ki yolu dəqiq bilirsiniz, ən asandır. Bəlkə də bu, siz çətini dəqiq bilirsiniz, amma ən asan yol budur. Çalışın elə bu asandır. Yadda saxlayın ki, tənliqlə müqayisə eləyib tapırıq. 2 tam 3-də 2. Üstə gəl 3-də 2. Üstə gəl 3-də 2. Bu da bərabərdir. 2 tam 3-də 4. Bu da bərabər olacaq. 4-ü bölürəm 3-ə, 1 tamla buradan çıxır. 3 tam 3-də 1. Bəli, 3-də 1 var burada uşaqlar. Tamımız yoxdur. Buradan tamı soruşur. 3 tam imiş. Göynə yazdım ki, mən bura tapıb yazmışam. İkinci hissəni mən dəftərdə, birinci hissədə izahım yaxşı olmadığından uşaqlar tezidən çəkdim video. Ona görə kağızda yazdım. Bax, bunu tapmaq üçün yenə də məchul başdadır. Bunları toplayırıq. Başı tapmaq üçün. Azalanı tapmaq üçün fərqlə çıxılanı toplamalıyıq. Bax, bu bərabərdir. Neçə olacaq? Gerək bu bərabərdir sözünü mən bura yazmazdım. Belə tapıb sonra yazardım. Bunun üstünə xət çəkirəm. Belə tapıram. 4 tam 9-da 4. 4 tam. Biraz irəlidən yazım. Bunun aidiyyəti yoxdur ya. Uşaqlar, bura gedir səhvdir. 9-da 4. Üstə gəl. 2 tam 9-da 5. Bu da bərabərdir. 6 tam. 4 üstə 2. 6 tam. 9'da 4 ilə 5'i toplasaq 9. 9'u 9'a bölsək 1 tam çıxacaq buradan. 6 tam, buradan da gələn 1 tam, 7 tam. Bax, burada isə cavab 7 olmalıdır. Bax, bunun içərisində 7 olmalıdır. İndi buna baxıram. Buradan bir qırmızı xət çəkim ki, bu qutardı. Bu misala aid idi. Bu misalın özüdür, bu da izahıdır. Yenə məchul ortadadır. Öz əməli. Öz əməli azalandan fərqi çıxmalıyam. 2 tam 4'də 1 çıxılsın. 8'də 5.
bərabərdir. Düzgün olmayan kəsrə çevirirəm ki, rahat olsun. Çünki 4-də 1-dən 8-də 5-i 8-ə gətirməliyəm bunu. Bunu da məxrəcin bərabərləşdirmək üçün. Lap bərabərləşdirib bunu 2-yə vurub 8 eləsəm, surət olacaq 2. 2-dən 5 çıxa bilməyəcəyəm. Ona görə də düzgün olmayan kəsrə çevirəm. 4-də 9. Çıx 8-də 5. Çıx, bəli, çıx 8-də 5. Bərabərdir. Məxrəcləri bərabərləşdirirəm. 2-yə vururam. 8-də 2 dənə 9, 18. Çıxılsın 8-də 5. Bərabər eləyər 13. 8-də 8-dən 18-dən deməli 5 çıxsam olar 13. Bu da bərabərdir. 13-ün içindən bir 8 var. Onu bir tam ayırıram. Bir dənə 8 var 13 içində. Bir dənə 8 götürdüm, yazdım bura 1. Bəs yaxud da böldüm 13-ü 8-ə. 1 düşdü. 8-də qalıq neçə oldu? 5. Qalıq burada 5 qaldı. Deməli, burada cavab nəymiş onda? 5. Bura 5 yazıram. Bir sonraki misalımız yenə əvvəldədir. Məchul toplayıram. Əvvəldə olanda çıxma əməlində toplayıram. Hər dəfə təkrar edirəm ki, siz tənliklərdən zəif olan uşaqlar bunu eləməkdə çətinlik çəkəcək. Çıxmalı tənlikdir və yaxud da deməli fərqi olan tənlik, çıxmalı tənlik, çıxma əməli olan tənlikdir. Azalan məchul olanda fərqlə çıxılanı toplayırlar. Toplayaq 6-da 5. Bura bir xəttə çəkim uşaqlar qarışması. Biz bu hər iki xətt arası bir misalın izahıdır. Deməli 4 tam 3-də 1 üstəgəl 6-da 5. 4 tam 3-də 1 üstəgəl 6-da 5. Bu da bərabərdir. Üstəgəldə çətin olmur. Yəni 3-də 1-dən 6-da 5-i çıxmaq problemi yoxdur. Üstünə gəlmək olar. 4 tam 4 tam məxrəci bərabərləşdirək. Eləyək 6. Bunu 2-yə vururam. Olur 6. Surət də 2. Üstəgəl 6-da 5. Bunun izahıdır ya uşaqlar bu axırıncı misalın. Bu da bərabərdir. 4 tam 6-da 7. 2 ilə də 5-i toplayıram 7. Bu da bərabər eləyər. 7-nin içərisində bir dənə 6 tam çıxır. Gəlir tamın üstünə 5 tam 6-da 1. Deməli, neçəymiş bu? 6-da 1 hissəsi verilib, tam hissəsi verilməyib. 5 tam. Bunun sonraki hissəsini mən yazmışam. Yenə vərəqdə ona görə ki, uşaqlar görüm hara yazdım. Bura. Yenə də dəftərdə qaralı eləmişəm. Təzədən çəkmişdim videonu. Burada 2 dənə kvadrat var. Neynəməliyik uşaqlar biz? Fərq ortada verilməyibsə, çıxılandır burada məchul. Bəlkə bunu biz belə şifahi tapa bilərik. 4 tam bundan bunu çıxmalıyıq. Ki 2 tam 5-də neçə olsun. Bunu özünü davam elətdirirəm uşaqlar. Məxrəclərə gətirirəm. Deməli, göylə izah eləyəcəyəm. Çünki bunun özünü elə misalın şərtində düzəliş eləmək istəyirəm. 4 tam düzəliş eləmirəm, amma misalın özü ilə davam eləmək istəyirəm. 10-da 6 çıxılsın. 2 tam. Bunu da 10 eləyirəm. Uşaqlar 10 eləmək istəyirəm. Bunu da 2-yə vururam. 2 tam 10 bərabərdir. Uşaqlar, axı burada da kvadratdır, boşdur. Yəni kəsr hissə yoxdur. Bunun kəsr hissəsi yoxdursa, yəni bu kəsr hissəyə bərabərdir də bu da. 10-da neçə? 6 olub bu da. 10-da 6-dan 10-da 6
Çıxıblar 2 tam onda altını qalıb. 4-dən də 2 çıxsaq 2 tam. Bura 2 tam düşəcək. 2 tam. Bəs axı biz bura onda 6 yazdıq. Burada isə 5-dən neçə idi? Biz bura onda 6-nı tapdıq, yazdıq. Onda 2-yə ixtisar eləsək bunu, 5 eləmək istəyiriksə, buna gətirmək istəyiriksə, bunu da 2-yə bölürük. Olur 5. 6-nı da 2-yə bölmək istəyirəm. Olur burada 2 tam 5-də 3. 5'də 3 imiş ki biz 2'ye vurduq, bunu onda 6 elədik. 2 tam. Burada yenə də baxaq. Ortada məchul-dursa mütləq çıxma əməli. 6 tam 9'da 1 çıxılsın. 4 tam 6'da 1. Çıxıram ortadakini tapmaq üçün. Bu da bərabərdir. 9'da 1'dən 6'da 1'i çıxmaq üçün uşaqlar düzgün olmayan kəsirə çevirmək lazımdır. Çünki 6'da 1 böyükdür, 9'da 1 isə kiçikdir. Kəsir formasında bu kəsir bundan kiçikdir. Kiçikdən böyüyü çıxa bilmərik. Tamdan tamı çıxaq. Onda birini götürüb də xırdalaya bilərik. Amma siz bunu bilmirəm, çoxlarınız bilmirsiniz deyə elə 9'dan 6 vur 9 54, bu da 1 55. Çıxılsın. 4 vur 6 24 25. Belə də elədim. İndi məxrəcləri bərabərləşdirirəm. 9 6 18 eləyə bilərəm. 2'yə vurmalıyam. Bunu da 2'yə vuraram. 3'ə. Bunu 3'ə vuracağım. Bunu 2'yə vuracağım. 18 çıx. Bu kəsirdə 18. 2'yə vurdum. Bunu da 2'ye vururam. 110. 110. Çıxılsın. Bunu 3'e vurdum. Bunu da 3'e vururam. 75. Bərabərdir. 100'dən 75 çıxsam 25, o da 10, 35. 18. Bərabərdir bu da. 36 olsaydı 2 tam düşərdi uşaqlar. 36 deyil, 35'dir. 1 tam 18'dən 17. Biz nəyi axtarırdıq? Bunu axtarırdıq da 1 tam 18'də buraya yazırıq 17. Bu misalda eləyək. Bəlkə bu axırıncıdır. 6 tamdan bunu çıxıblar. 6 tamdan bunu çıxıblar uşaqlar. Bu alınır. Burada heç biri verilmir. 3 dənə kvadrat var. Onda bu tamamilə bizə məchuldur. X-dır. X-imiz ortada olduğundan bundan bunu çıxırıq. 6 tam çıxılsın. 4 tam 5'də 3. Bu da bərabərdir. Ben bu 6 tamın yerini hələ ki boş qoyuram burada. Kəsir xətti çəkeyim. Ben bunu kəsirə çevirəcəm. Çıxılsın. Bunu düzgün olmayan kəsirə çevirirəm. 4 vur 5 20 23. 5'də 23. Bəs bu 6'nı mən neçə böl 5 yaza bilərəm? 6'nın yerinə. Bura neçə yazım ki 5'ə böləndə 6 olsun. 30. 30'u 5'ə bölsəm 6 düşər. Özüdür ki bax burada yerləşir. Çıxılsın. Bərabərdir. 30'dan 23 çıxsam alar 7. Olar 7. 5. Bu da bərabərdir. 7'ni 5'ə bölsəm 1 tam 5'də 2. Deməli misalımızın bu hissəsini axtarırdıq biz. Tapdıq. 1 tam 5'də 2. Bu 9 nömrəli misal idi. İzah. Bu sizdə yeni bir kəsirlərlə olan bir tənliqdir. Siz bundan sonra çox rast gələcəksiniz buna uşaqlar. İndi keçək məsələlərə. Məsələdə deyilir ki, rəssam belə bir şüşə qab götürüb. 5 stəkan qum istifadə edib burada. Rəngli qumlardan. 2 tam 4'də 1 stəkan mavi qum, 2'də 1 stəkan da sarı qum. Bəs qalanlar nə? Qalan digər rənglərdə də var qumlar. O digər qumların qədərini soruşur bizdən uşaqlar.
Mən məsələn şərtini yazmışam. Kim uşaqlar görürsən ki, bu şərti yazmır. Birbaşa misallarını yazır. İndi müəlliminiz necə tələb eləyirsə, elə olsun. Onda biz nə edirik uşaqlar? Cəmi 5 stəkan qumdan ikisinin qədəri verilib bizə. 2 tam 4də 1, 2 tam 4də 1, üstə gələk 2də 1 stəkan. 2də 1. Bu da bərabərdir. Üstəgəl olanda uşaqlar, deməli, düzgün olmayan kəsirə çevirmək lazım deyil. Üstəgəldirsə, belə də eləyim. Biri bu kəsir formasında davam eləyirik belə. Çıxmada düzgün olmayan kəsirə çevirmək lazımdır. 2 tam 4də 1 üstəgəl. Bunu da məxrəcini 4 eləyirəm. 4də 2. 2-yə vurdum sürət və məxrəcini. Bu da bərabərdir. 2 tam 4də 3. Deməli, 2 dənə rəng verilmişdi bizə. Mavi ilə qırmızı qumdur deyəsə, yoxsa sarı qum. Qum istifadə etdik. 4də 1 stəkan mavi qum, 2də 1 stəkan da sarı qum. İkisi birlikdə oldu 2 tam 4də 3. Amma bizdə 5 stəkan idi axı. Bunu belə açım. Deməli, bizdə 5 stəkan idi. İndi 5 stəkandan çıxaq 2 tam 4də 3-ü. Rəngli mavi sarı qumu çıxaq, digər qumların qədərini tapaq uşaqlar. 2 tam 4də 3-ü. Bu da bərabərdir. Çıxmadı, mən bunu düzgün olmayan kəsirə çevirəcəm. Bu 5-in yerinə kəsiri boş qoyuram. 2-ni vururam 4də 8, o da 3, 11. 11, 4də 11. Burada çıxma işarəsi də olmalıdır, çıxma. 11-i bölürəm 4-də. Bəs 5-in yerinə neçəni 4-də bölməliyəm? 5-in yerinə mən neçəni 4-də bölməliyəm ki, 5 düşsün. Bəli, 20-ni. 4-də bölərəm, 5 düşər. Çətin olmadı. Sizə də yəqin çətin olmaz. Yuxarıda bu tip bir misala rast gəldik. 20-ni bölürəm 4-də 5. Bərabərdir. 4 kəsiri məxrəci, 20-dən də 11 çıxsaq, qalar 9. Bu da bərabərdir. 2 tam, yəni 2 stəkan, digər stəkanında 4də 1-i. 3-cü stəkanında 4də 1 hissəsi. Bu, digər qumlara verilən yerdir. 2 tam 4də 1. Cavab kimi də yaza bilərsiniz ki, cavab digər qumlar 2 tam 4də 1 stəkan oldu. Digər rəngli qumlardır, yaxud da ağ, qaradır. O bizə aydın deyil. Digər qumlar 2 tam 4də 1 stəkan. İndi sonraki məsələyə baxaq uşaqlar. Burada içində deyir, mən bu məsələni biraz izah eləyəcəyəm sizə. Yeşiyin içində olan almanın kütləsi. Hələ ki yeşik çəkmirəm uşaqlar. Bax, çəkirəm alma belə bir qabda almadır. Bax, belə bir qabdadır alma. Alma şəkillərində bax, belə çəkirəm. Ki, bunlar almalardır. Bu almaların kütləsi, yeşik yoxdur ya, yeşiksizdir. 2 tam 8də 3'dür. Belə bir. 2 tam 8də 3'dür. Amma bunun kütləsi, bu qıraqda da burada xət çəkib yazıram. 2 tam 8də 3. Bunu gətirdilər, tökdülər bir yeşiyə. Bax, belə bir yeşiyə tökdülər. Sonra bir də çəkdilər. Yeşiyə töküb çəkəndən sonra uşaqlar yeşiyin ağırlığı da gəldi də almaların üstünə. Bir də çəkdilər. Yeşik qarışıq, ikisi bir yerdə. Bax, ikisi bir yerdə. İkisindən də xət çəkdim. Bir yerdə olub 3 tam 8də 1 kiloqram. 3 tam 8də 1 kiloqram. Deyir, bəs bu yeşiyin kütləsini tapmalıyıq biz. Bizə bu lazımdır. Nə etməliyik? Yeşiklə birlikdə 3 tam 8də 1'dir. 3 tam 8də 1'dən çıxırıq. Almaları götürək kilosunu.
Yəni 2,8-də 3 kilonu götürək, yeşiyin kütləsi qalacaq. 3,8-də 1 çıxılsın 2,8-də 3. 8-də 3. 8-də 1-dən 8-də 3-ü çıxa bilməyəcək uşaqlar. Bu kiçikdir, bu böyük. Ona görə düzgün olmayan kəsirə çevirirəm. 3 vur 8, 24, 25. Böl 8. Çıxılsın 16, o da 3, 19. 8 bərabərdir. 25-dən 19 çıxsam 6. Bu da 8-də 6. Yeşiyin kütləsi nə qədər imiş? 8-də 6 kiloqram. İndi bunun içərisinə nar töküblər. Narla bir yerdə narın kütləsi 4,3-də yeşik ilə birlikdədir bu dəfə narın kütləsi. Yeşik ilə birlikdə bunun içərisində təsəvvür edin ki, nar var bu dəfə burada. Qoy bunu da çəkək elə qoy sizə biraz başa düşməyə kömək olsun. Bu dəfə yeşiyin içərisində uşaqlar nar var. İndi mən belə 1-2 dənə çəkirəm. Yeşiklə birlikdədir ya uşaqlar bu. Yeşiklə birlikdədir. Narla birlikdə 4,3-də 1-dir. 4,3-də 1-dir. Narla yeşik birlikdə. Narı bilmirik ki, götürək çəkək. Amma yeşiyin kütləsini bilirik ki, burada tapmışıq. 8-də 6. 8-də 6. Onda neyniyək? Yeşiyi götürək. Yeşiklə birlikdə 4,3-də 1-dir. Yeşiyi götürək. Çıxaq. 8-də 6-nı. Yeşiyin kütləsini çıxdım. Narın kütləsini tapa bilərik. Bərabərdir. Düzgün olmayan kəsirə çevirirəm. 4 vur 3, 12. Bu da 1, 13. Bölünsün 3-ə. Çıxılsın 8-də 6. 3 ilə 8 üçün neçə götürə bilərik? 24-də. Bu dəfə ortaq məxrəclə tapacağım uşaqlar. 24. 24-ü 3-ə bölsəm 8. 8-i də 13-ə vururam. 13-ü 8-ə vursam 10-u vururam 8-ə 80. O da 24. 104. 104 çıxılsın. 24-ü 8-ə vurun bu dəfə. 8-ə bölürəm. 3. Bu da 18. Eləyər. Buna bölüb buna vururam. 24'ü 8'e böldüm. 3. 3'ü de 6'ya 18. 104'ten 18 çıksam 18. 14'ten 8 6 8 86. 86 böl 24 beraberdir. Görünür mü buradan? 86 böl 24'e. 86'nı da 24'e bölsem görək 24'dən neçə dənə var onun içərisində? 3 dəfə olacaq. 3 dəfə 4. 12 bir yadda. 6 7. 14 qalır. 6'dan 2 4 14 qalacaq. Bu da bərabərdir. Buradan yazıram. 3 tam narın kilosudur bu. Narın çəkisidir. 24'də 14. 2'ye bölünür. Bu da eləyir. 3 tam 2'ye bölsək 3'e bölünmür. Bu ya 7'ye bölünür ya 2'ye. 3 tam 2'ye bölsək 12'də 7. Bu 3 tam 12'də 7 narın çəkisidir. Uşaqlar. Bu qədər. Bu 61'də olan 2 məsələdən sizə etdiyim kömək idi. Məsələləri biraz şuurla, məntiqlə, dərindən, məsələn bir dəfə oxumaqla eləmək olmaz. Çox oxuyun uşaqları. Sağ olun, abunə olun, bəyənin.